yazılışı da yok. Yok. Bu da. Bu kadar kadar ne vursan he? Sen ne diyorsun? Apa'nın kanıtları var. Yok usta. Apa'ya bak. Apa burada. Famil özünce oldu. Seyfullah və Leyli Yavər qızı. Saat 1-də apardılar. Apardıq, 3-də gətirdik. Orada Dilbər həkim dedi, bu uşaq olmayacaq. Həkim müalicə də yazdı, gedin, bunların sancıları toxlayacaq. Gətirdik, yarım saat evdə qalmadı. Uşaq dedi, gəlin bacım, mən ölüyəm. Mən aydın xəstəxanaya girəyəm. Mən də gəldim yoldaşıma dedim, evdə şoferimiz vardı, götürdük. Xəstəni abratını qaytardıq dala. Getdik, 5 kilometr getməmişdik. Ağdaşda uşaq oldu maşında. Götürdük, göbəyini kəsdik, götürdük, yapardıq həkimə. Mən getdim orada həkimlər dedim, həkimlər, bunu niyə qaytardınız? Dədə öz evi deyildi, öz evi, hökumətin xəstəxanasıdır da. Qoyuduz, qalıydı, orada bir dənə otaq verdik, sancısını çəkiydi. Dedi, sizin, xəstəniz azad olmayacaq. Dedim, nə tər azad olmayacaqdı, bu yolda azad oldu. Ondan sonra bir yer dedi, yox. Allah haqqı olmayacaq, yəqin maşını silkələyib. Dedim, elə bu dünənləri 7-si idi, silkələyən idi, dünən məhkəməsi idi. Onda heç silkələyərdi də. Ondan qayıtdı və danışdılar, gəldi mənə, dedi, Allah haqqı, danışıq salma, Allah haqqı, ən yaxşı xəstə də sənindir, uşaq da sənin uşağında. Bunlar şeydir, 7-nin yarısında uşaq olub Ağdaşda, 8-in yarısında biz xəstəxanaya çatmışıq. Ölümü necə oldu? Ölümü necə oldu? Ölümü bilsəydim da elə mən niyə Necə eşitdiniz, nə dediniz? Biz eşitməmişik. Biz saat 2-də, saat 8-in yarısında xəstəxanada Dilbərə təhvil vermişik uşağı, 11-ə qalmış, deyiblər, ana, ata, heç kim burada qalmayacaq, bizi yola salablar evə. 11-in qalmış evə gəlmişik, 12 tamamda uşaq komaya düşüb. Nə səbəbə düşüb, nəyə görə düşüb, onu Dilbər bilir, kimə zəng eləyib, o bilir, onlar Allahlar bilir. Bizə qaranlıqda. At famil özü. Saat 2-də, gündüz saat 2-də bizə xəbər gəlib. Tez minmişik, getmişik, gedib görmüşük. Mən də gedib həkimlə danışmışam, demişəm, sənin maddi marağın nədir, əhlimana zəng eləyibsən. Bizim Babəkin nömrəsi var onda. Dedi, Babəkin nömrəsinə zəng eləmişik, çatmayıb. 08.03.2025-ci il tarixdə saat 20 radələrində 1990-cı il təvəllüdlü Abbasova Nahidə Babək qızı evdə doğuş etdikdən sonra Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum və ginekoloji şöbəsinə daxil olmuşdur. Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti orta ağır, huşu aydın olmuşdur. Saat 00 radələrində qadının vəziyyətində kəskin ağırlaşma baş vermiş və reanimasiya şöbəsinə köçürülmüşdür. Reanimasiya şöbəsində xəstədə tənəffüs çatmamazlığı, kəskin tənəffüs çatmamazlığı müşahidə olunmuş və xəstə dərhal süni tənəffüs aparatına qoşulmuşdur. Bütün reanimasyon tədbirlərə baxmayaraq, aparılan müalicə tədbirlərinə baxmayaraq 20.03.2025-ci il tarixdə saat 17:30 radələrində ölüm faktı qeydə alınmışdır.